Salam dostlar. Siz hər gün yemək bişirəndə atdığınız soğan qabığının əslində möcüzəvi bir dərman olduğunu bilirdinizmi? Bəli, düz eşitdiniz. Bu sadə qabıq zibil deyil, sağlamlığımız üçün böyük xəzinədir. Soğan qabığının tərkibində çoxlu vitaminlər, minerallar və antioksidantlar var. Ən önəmlisi isə kversetin adlı maddədir. O, bədəni iltihabdan qoruyur, immuniteti gücləndirir, ürəyi və damarları sağlam saxlayır. Ürək-damar sistemi üçün faydası: təzyiqi tənzimləyir, damarların elastikliyini artırır və xolesterinin yığılmasının qarşısını alır. İmmunitet üçün faydası: qrip və soyuq dəyməyə qarşı müqaviməti artırır, bədəni mikroblardan qoruyur. Orqanizm üçün təmizləyici təsir: toksinləri, zərərli maddələri bədəndən atır, qaraciyərin yükünü azaldır. Sinir sistemi üçün faydası: sakitləşdirici təsiri var, yuxunu normallaşdırır, stresi azaldır. Dəri və saç üçün faydası: dəri hüceyrələrinin yenilənməsinə kömək edir, saçları daha möhkəm və parlaq edir. Həzm sistemi üçün faydası: bağırsaqların fəaliyyətini yaxşılaşdırır, şişkinlik və mədə-bağırsaq problemlərini azaldır. Allergiyalara qarşı təsiri: orqanizmin həssas reaksiyalarını zəiflədir, allergik əlamətləri yüngülləşdirir. Ən maraqlısı isə odur ki, qədim zamanlarda soğan qabığını insanlar həm müalicə, həm də təbii boya kimi istifadə ediblər. Yəni, bu sadəcə xalq təbabəti deyil, əsrlərlə sınanmış üsuldur. Ona görə dostlar, soğan qabığını atmayın, çünki bəlkə də sizin sağlamlığınız üçün ən ucuz, ən asan dərman elə onun içindədir. Əgər bu məlumatlar sizə maraqlı gəldisə, kanala abunə olun, videonu bəyənin və daha çox faydalı məlumat üçün bizimlə qalın.